soyuq olar. Hulvun isə şirin deməkdir. Cavab C. 5. Boş yerə uyğun gələn sözü göstərin. Demək, burada cavaba baxaq. Həzə talibun, bu tələbədir demək. Söhbət canlıdan gedir. İndi biz burada həzənin önünə görə hansı sual ədatını atmalıyıq? Mən həzə, bu kimdir? Bax, cavab elə məndir. Çünki bundan qabaq dedik ki, demək, sual ədatı canlılara aiddir. Burada mi deməkdir. Mə cansız varlıqlara aiddir. Mə dedikdə nə deməkdir? Cansıza aiddir. Lə inkar ədatıdır. Demək, cavab A bəndi mən. 6. Tək, müzəkkər və uzaqlıq üçün işlənən işarə əvəzliyini ismul işarə göstərin. Baxaq. Tək, müzəkkər və uzaqlıq üçün A bəndi həzə, tək, müzəkkərdir, amma yaxın üçündür bu. Həzihi, qadın cinsidir bu, işarə əvəzliyidir, yaxın üçündür. C bəndi, zəlikə, o, demək, kişi cinsindədir və uzaqlığı göstərmək üçün istifadə olunur. Demək, cavab C bəndidir. D bəndi, mən, bu düz gəlmir, kimdir deməkdir. Demək, cavab C bəndi. 7. Uyğunluğu müəyyən edin. Demək, burada 4 dənə səhv cavab var. Elə bir ki, bir-bir onların qarşılığından istifadə edib testi düzgün şəkildə həll eləməliyik. Bu qapıdır. Məsələn, bunun tərcüməsi nədir? Həzə miftahun, bu açardır deməkdir. Amma burada səhv göstərilib, bu qapıdır. 2. Bu daşdır. Amma burada B bəndində həzə məktəbun, bu yazı masasıdır. 3. Bu yazı stoludur. Həzə bəbun, demək, bunun tərcüməsi deməkdir, bu qapıdır. Amma burada səhv göstərilib, bu yazı stoludur deyil. Bu açardır. Həzə həcarun, bunun tərcüməsi nə deməkdir? Bu daşdır deməkdir. İndi biz bu 4-ünün qarşılığından istifadə edib testin suallarına cavab tapmalıyıq. A bəndi 1A, 2D, 3C və 4B. 1A-ya baxırıq. 1A. Baxırıq. 1A-da nə buyurur? Bu qapıdır. Həzə miftahun. Bu səhvdir. Elə birincidən səhvdir. Çünki həzə miftahun bu nə deməkdir? Açar deməkdir. Sonra göstərilir 2D. Baxırıq 2-yə. Bu daşdır. D nədir? Həzə həcarun. Demək, bu düzdür. 3C. Bu yazı stoludur. Həzə bəbun. Bu demək, qapı deməkdir, bu da səhvdir. 4B, bu açardır. B-yə baxırıq, həzə məktəb. Ümumiyyətlə, bu da səhvdir. Demək, A bəndi deyil. Çünki səhvdir hamısı. Sonra B bəndi. 1C, 1-ə baxırıq. Nədir buyurur? 1-də buyurulur ki, 1C bu qapıdır. C-yə baxırıq cavaba. C-nin cavabına baxırıq. Həzə bəbun, bu düz. 2D, bu daşdır. D-yə baxırıq. Həzə həcarun. Bax, düzdür. 3B, bu yazı stoludur. Yazı stoludur. Həzə məktəbun, düzdür. Demək, 4A, bu açardır və A-ya baxırıq. Həzə miftahun, demək, cavab 2-dir. Qalanlarını yoxlamağa ehtiyac yoxdur, çünki qalanlar hamısı